Gözəl insanlar, hər vaxtınız xeyirli olsun. Bugündən qonağımız Səbatlı Dizayn və Təmir şirkətindən baş dizayner Tural qardaşdır. Xoş gəlmişsən Tural. Xoş gördük. Biz səni çoxdandan gözləyirdik. Tural bizim canlıya qoşuldu. Elə dedi ki, sabahlarım inşallah orada olacağam. Gəldi. Sən özün danış ki, bu kompüterin nə işlər üçün istifadə edəcəksən? Normalda biz dizayn şirkəti və təmir şirkəti, bizdə əsas dizayn önəmlidir və vaxt ən önəmli söhbət, yəni ən önəmli konu vaxtdır. Render prosedurdur. Normalda işimizin gedişatında 3D Max və AutoCAD proqramlarının üstündə işləyirik. Demək olar ki, dizayn aləmdə ən ağır proqramlar nə varsa ondan hal-hazırda ən professional, ən necə deyim, daha gəlişmişləri onlar. O səbəbdən də 32 GB RAM seçsin sən. Bəli, RAM önəmlidir. Ən azından ən güclü RAM və video karta. Məncə hər şey ünəncə oldu. Tural deməli bu günlərin özünə i7 12700K prosesorundan, Liquid Cooler-dən, PCR 760 plata, 32 GB operativ yaddaş, 1 TB MK/SSD və video karta RTX 3060 Ti video kartasını seçdi. Onun da üzərinə bir dənə bronz sertifikatlı 700 Watt-lıq qida bloku qoyduq. Və bunu gözəl dipcool кейsimizə quraşdırdıq. Əlavə olaraq Tural bizdən 27 incli Full HD 165 Hz tezliyi ilə AUX monitorda əldə elədi. Və təbii ki, qulaqcığımız, klaviatura və mışqa bizdən hər kəs olduğu kimi Turala da hədiyyə olundu. Mən düşünürəm ki, Səbatlı şirkətində götürdüyün işləri bu kompüterlə tam şəkildə istədiyin formada görə biləcəksən. Olsun render işləri, olsun digər işlər. İnşallah. İnşallah. Xeyirli uğurlu olsun. Xeyirli olsun. Hər kəsə də buradan arzu eləyək ki, qismət olsun. Sizin də şirkətə də, sənə də və rəhbər heyətinə də hər birinizə işlərinizdə maksimum uğurlar arzulayırıq. Təşəkkürlər. Salamat qalın.